Avropanın fatehi olan Qalatasarayın növbəti qurbanı Liverpool. Sizə gülməli gələ bilər, amma Liverpoolun elə bir boşluğu var ki, Qalatasaray bundan istifadə edə bilər. Siz kanalımıza abunə olun, biz isə analizimizi başlayaq. Qalatasaray-Liverpool oyuna keçməmişdən qabaq, gəlin ilk öncə başa düşməyə çalışaq ki, komandaya Frankfurtda nə baş verdi, nəyə görə Qalatasaray belə ruhsuz şəkildə darmadağın olundu. Çünki məğlubiyyətdən məğlubiyyətə fərq var. Komanda var ki, müqavimət göstərərək, hətta böyük hesabla da tuta bilər. Məsələn, rəqibi sıxaraq əks hücumlardan qol buraxa bilər və darmadağın oluna bilər. Bunun bariz nümunəsi xatırlayırsınızsa Ludogorets Qarabağ oyunudur. 7-2 hardakı rəqib hesabda geri olanda bütün qüvvəsi ilə hücuma stavka verdi və bunun nəticəsində cəzalandı. Özü də qəribəsi ondan ibarət idi ki, maçın ilk hardasa 25-30 dəqiqəsinə baxanda heç cür düşünmək olmazdı ki, Qalatasaray bu maçı darmadağın olunacaq. Niyə? Çünki bildiyimiz kimi Eintracht Frankfurtun kör-gör zəifliyi var. Ötən mövsüm Eintracht çempionatda 5 oyunda, məğlub olduğu 5 oyunda və Avroliqada məğlub olduğu həlledici Tottenham oyununda topa daha çox sahib olub. Yəni, əgər Eintrachtı məğlub etmək istəyirsənsə, sən öz qapında oturursan, kompakt müdafiə elə və topu Eintrachta verirsən. Çünki Dino Top Möller komandası və məşqçi kimi də əgər onun komandası topa sahib olursa, topla nə edəcəyini bilmir və komandanı sürətli əks hücumlarda və ya uzun toplarla cəzalandırırsan. Galatasaray da məhz həmin oyuna çox uğurlu və effektiv ssenarilə başladı. İlk 27 dəqiqədə Galatasarayın 11 uzun topu var idi. 7-si uğurlu olmuşdu. Yəni bu çox ciddi bir rəqəmdir və hətta vurulan gol da, Yunus'un vurduğu gol da həmin əks hücumların birində gəlmişdi. Lakin ondan sonra bilməm Okan Buruk özünü yenə də Pep Guardiola zənn etdi və ya fikirləşdi ki, Pep artıq ölmüş məşqçidir. Onun fəlsəfəsini mən davam etdirəcəm. Çünki görürsünüz ki, Pep Guardiola öz fəlsəfəsini dəyişməyə başlayıb, amma Okan deyəsən hələ o havalardadır. Başladı müdafiədən qısa toplarla çıxmağa, yavaş-yavaş o kombinasiyalı futbola çıxmağa və məsələn bu epizodda gördüyümüz kimi cavab qolu buradan gəldi və ümumiyyətlə Galatasaray çox rahat şəkildə, özünə tipik olmayan rahat şəkildə darmadağın olunmağa başladı. Bir şey başa düşmək lazımdır ki, Türkiyə çempionatında Galatasarayın o səviyyədə müqaviməti yoxdur. Yəni Fenerbahçe da daxil son 1 il yarımda nəzərə alsaq ki, onun məşqçisi Jose Mourinho hansı ki müdafiə futboluna daha çox akcent verir. Galatasaray bu qədər intensiv pressinglə boğan sonuncu komanda çempionatda Beşiktaş olmuşdu Solskjaer'in dövründə. Həmin oyunda 2-1 hesabı ilə qazanmışdı və Galatasaray oyunda da qırmızı kart almışdı. Burada da Galatasaray nəyəsə görə oyunun 30-cu dəqiqəsindən sonra birdən-birə oyun fəlsəfəsini dəyişməyə başlayır. Okan Buruk əvvəlki oyuna qayıdır və layiqli olaraq bunun cəzasını görür. Daha bir anormal, qəribə hadisə ondan ibarət idi ki, və bu adətən düzdür, bunu heç vaxt oyunçu məşqçi ilə işlədiyi bir dövrdə heç kim onu deməyəcək. Onu bir neçə il sonra avtobioqrafiyasında və ya başqa kluba keçəndən sonra oyunçular deyə bilir. Galatasaray çox rahat şəkildə 2 qolu birinci hissənin uzatmasında buraxdıqdan sonra ikinci hissədə rəqibin qarşısına qoya biləcək heç bir kozuru yox idi. Amma Eintrachtı məğlub eləməyin yolu bayaq dediyimiz kimi çox asandır. Bunu Galatasarayla maçdan sonra Eintrachtın öz evində Union Berlindən aldığı 4-3lük məğlubiyyətdə görə bilərdik. Məsələn, gəlin bu oyunun 3 qoluna baxaq. Bu oyunda qonaqların Union Berlinin hücumçusu Oliver Burke hətta hat-trick elədi. Bütün qollar baxın nədən əmələ gəlir. Çox sadə bir ssenaridən əmələ gəlir. O ssenari ondan ibarətdir ki, rəqib sən öz qapında kompakt oturursan, ikili o 4-4-2 hardası taktikası ilə o ikili mid blokda oturursan. Çünki aşağı bloka oturmaq o qədər də ağıllı ideya deyil. Nəzərə alsaq ki, Eintracht uzaqdan zərbələrdə çox yaxşıdır və standartlarda çox yaxşıdır və əks hücumlarda Eintrachtı asan şəkildə cəzalandıra bilirsən. Bu baxımdan futbolu qol dəyişir deyə bilərik, amma biz görürük ki, hətta Barış Alper o yıxıldığı epizodda ikinci qolu vursaydı belə, Okan Buruk öz taktikasına geri dönəcəyi halda yenə də Eintracht tərəfindən cəzalandırıla bilərdi. Çünki bayaq adını çəkdiyimiz Union Berlin oyununda komanda 4-1 hesabı ilə geridə olsa da hesabı 4-3 eləyə bildi və oyunun sonunda az qala hətta hesabı bərabərləşdirmək üçün 2 real qol vəziyyəti var idi. Heç birini dəyərləndirə bilmədi. Galatasaray oyunda isə əlbəttə ki 3-1-dən sonra ikinci hissədə Galatasarayın bir variantı var idi ki, ancaq rəqibi öz qapısında sıxaraq qol epizodları yaratsın. Öz qapısına artıq sıxıla bilməzdi. Çünki 3 vurucudan komandaya qarşı Eintracht da rahat şəkildə meydanın mərkəzində oynayardı. Onun yerinə Okan Buruk daha bir fatal bir səhvə yol verdi. 2 mövsüm öncə də Icardi öz sürəti ilə seçilmən bir futbolçu idi. Lakin ötən mövsümki zədəsindən sonra ümumiyyətlə meydanda gəzir və yenə də deyirəm də Galatasarayın qabağında klassik Türkiyə çempionatında olan rəqib yoxdur ki, hansı ki avtobusla Galatasarayın hücumlarının qabağını qarşısına almağa çalışacaq və nəticədə
Icardi'nin meydana girməsi ümumiyyətlə komandanın işləməyin sistemini daha da müşkülə saldı və Qalatasaray əlbəttə ki, çox rahat şəkildə darmadağın oldu və orada qolların daha birisi Qalatasaray öz qapısından uğursuz şəkildə çıxmağa cəhd edəndə vuruldu. Yeganə müsbət məqam bəlkə də Çempionlar Liqasının bombardilər sırasında Davinson Sanchezin olmasıdır. Amma ciddi danışsaq, əlbəttə ki, ilk maçdan alınan belə darmadağın və top fərqi çox fundamentaldır. Xatırlayırsınızsa biz Dinamo Zagreb Fenerbahçe videosunda danışırdıq ki, ötən mövsüm Dinamo Zagreb Klub Brujlə eyni xalı yığır, 11 xal. Sadəcə olaraq o 9-2 Bavariyadan Dinamo Zagrebi -7 top fərqi ilə qrupda saxlayır. Daha doğrusu liqa fazasında saxlayır, 25-ci yerə sürükləyir və -4 top fərqinə malik olan Brügge 24-lə daxil ola bilir. Burada yəni adamı bəlkə də hardasa neytral azarkeş olsan, adamı yandıran faktor ondan ibarətdir ki, əgər Galatasaray ana planını 90 dəqiqə oynasaydı, hər hansı bir mürəkkəb futbol oynamadan Eintrachtdan 3 xalla geri dönə bilərdi və bu çox real bir ssenaridir. Biz əlbəttə ki, Eintrachtdan Qarabağ oyunu öncəsində ətraflı şəkildə danışacaq və göstərəcək ki, Qarabağ onu necə əslində cəzalandıra bilər. Lakin bir anlıq gəlin Galatasarayın növbəti maçına gedək. Bu İstanbulda olacaq Liverpoola qarşı oyundur. Liverpoola qarşı oyun həddindən artıq çox kritik maça çevrilir. Çünki bu maçda da məğlub olacağı təqdirdə Galatasarayın, gəlin real danışaq ki, 24-yə düşmək şansı hardasa deyək möcüzəyə bağlanacaq. Məşqçi dəyişikliyi olmasa və mən inanmıram ki, Okan Burku rəhbərlik bu nəticələrə görə göndərəcək. Nə qədər faciəli olsa da nəticələr. O biri tərəfdən biz vaxtı gələndə onun haqqında oktyabrda danışacaq. Siz elə fikirləşməyin ki, Unionla, Belçika Unionu ilə və Bodo Glimplə Galatasaray asan oyun gözləyir. Biz onları analiz edib göstərəcək ki, oyun ssenarisinə görə Okan Buruk futbol oynasa həmin oyunlarda da Eintracht ssenarisi təkrar oluna bilər. Lakin dedik gəlin Liverpooldan danışaq. Əlbəttə ki, Galatasaray Liverpool oyunundan danışanda səmimi şəkildə əlimizi ürəyimizə qoyaraq etiraf eləməliyik ki, Galatasaray öz prime'ında olanda belə Liverpool elə bil dişinin batası bir rəqib deyil. Liverpool həddindən artıq çox güclü komandadır. Liverpool müasir dövrümüzün 2025-ci il mövsümünün bəlkə də Galaktikosudur, hansı ki qurulma mərhələsindədir. Okan Buruk'un Avropada çox uğursuz statistikası olsa da, baxın burada bu cədvəldə gördüyümüz kimi Türkiyə çempionatına müqayisədə adam 2 mövsümdə İngilis klublarla qarşılaşıb. 2 mövsüm öncə Manchester Uniteddən 4 xal alıb və ötən mövsüm Tottenham'ı 3 hesabı ilə məğlub edib və ümumiyyətlə çox şən hesablarla oyun bitib. 3-2 Old Traffordda, 3-3 evində və 3-2 Tottenham ilə öz evində. Hər dəfəsində rəqibi olan İngilis klubunun elə performansının səbəbləri var idi, amma yenə də biz bunları səbəb kimi, əsas kimi gətirib bəhanə vermək istəmirik. Sadəcə onu demək kifayət edər ki, Liverpoolun da özünə məxsus problemləri var və bu maçda Liverpoolun hansı formatsa deyil. Çünki biz Liverpool haqqında xatırlayırsınız 2 videomuz var. Ötən mövsümün sonunda bir video çəkdik. Orada slotun build-up'ı və pressingi Kloppdan necə fərqli elədiyini göstərmişdi. Göstərmişdi ki, Liverpool pressing edəndə 4-2-4 taktikası ilə işləyir. Eyni zamanda İngiltərə Premyer Liqası haqqında mövsüm öncəsi transferlər üzərində danışanda, onda elə Alexander Isak Liverpoola qoşulmamışdı və Isak haqqında biz spekulativ danışırdıq. Onda da biz Liverpoolun hansı istiqamətə gedəcəyi ilə bağlı gözləntilərimizi bölüşməyə çalışırdıq. Liverpoolda hələ ki müəyyənlik yoxdur. Hələ ki o dövrdən bu dövrə gələn, keçən bir həqiqət var ki, komanda milli çempionata daxil olmaqla, baxın bu video çəkilən anı hələ ki Liverpool Liga Kubokunda öz oyunu oynamayıb. Milli çempionatda 5-ə 5-i var. Çempionlar Liqasında Atletico Madrid üzərində evində 3-2 qələbəsi var. Lakin hər oyunda Liverpoolun çox ciddi problemləri olub. Hər oyunda Liverpoolun nəticə bu yana yox, o yana getsəydi rahat şəkildə Liverpool xald etdirə bilərdi. Halbuki bəzi oyunlarda Liverpool rəqibi darmadağın etməli idi. Məsələn, Atletico Madrid ilə olan oyunda. Amma bəzi oyunda isə 10 nəfərli Newcastle Liverpool ilə oyuna 0-2-dən 2-2-yə gəlir və az qala hətta qələbə qazanır. Ona görə də Liverpool hələ ki qurulmaqda olan öz ruhunu axtaran, amma eyni zamanda baş məşqçinin nəyi, necə etməyi yaxşı bilən bir komandadır. Onu da xatırladaq ki, slotun həm Bournemouth, həm də ki Newcastle-la maçda etdiyi dəyişikliklər həlledici qələbə qollarının müəllifi olub. İlk öncə Liverpoolun Galatasarayla və ya Galatasaray Liverpoolla nə şansının olacağını, oyunun necə gedəcəyini başa düşmək üçün biz başa düşməliyik ki, Liverpool hansı heyətlə meydana çıxacaq. Çünki formasiya slotda dəyişmir, 4-2-3-1-dir, amma onun formasiyanın içindəki personal çox dəyişir. Məsəl üçün Merseyside derbisində Evertona qarşı slot
ötən mövsümki Liverpoola qayıtdı. Minus Darwin Núñez plus Ekitike. Yəni həmin maçda sağcına müdafiəçisi funksiyasında əslində müdafiə meyilli Conor Bradley idi. Sol cinahda düzdür, yeni oyunçu Miloš Kerkes var idi. Eyni zamanda hücumun sol winger mövqeyində Cody Gakpo idi, hansı ki topla çox oynamağı sevmir, əslində cərimə meydançasına girərək bitiriciliyi daha çox sevir. 10 nömrə mövqeyində hansı ki Liverpoolun ən fundamental mövqeyidir və mən yenə də izah edəcəm ki, niyə görə Salah bu mövsüm bərbad formadadır, öz oyunu oynaya bilmir. Soboslay var idi, hansı ki sağa yönəlirdi və sağa yönəlməklə, rəqibi özünə cəlb eləməklə Muhammed Salah üçün boş alan açırdı. Amma əlbəttə ki, nəzərə alsaq ki, Florian Wirtz-ə görə komanda 120 milyon funtdan daha çox pul verib. Bu maçda da çox güman ki, Florian Wirtz meydana çıxıb 10 nömrə funksiyasını yerinə yetirəcək və eyni zamanda klassik olaraq dayaq müdafiəçiləri mövqeyində şahanə formada olan Ryan Gravenberchlə Alexis McAllister oynayırdı. Bu da komandanın klassikasıdır. Çünki çempionatın əvvəlində misal üçün həmin mövqedə Soboslay oynayırdı. Soboslay ən çox formada olan oyunculardan biridir Gravenberchlə yanaşı və Soboslay o mövqe və Ekitike ilə yanaşı, əlbəttə ki, siz mənə haqlı olaraq etiraz edəcəksiniz. Və əgər Soboslay dayaq müdafiəçisi mövqeyində oynayırsa, orada çox ciddi boşluqlar yaranır. İki maçda onların da biri Arsenal olmaq şərti ilə Soboslay sağcına müdafiəçisi yerində oynayıb. Bu da çox qəribə bir əslində gedişdir. Slotdan demək olmaz ki, bu iflası uğrayıb, amma özünə məxsus şəkildə yarım müdafiəni dəyişib. Biz demişdik ki, Liverpoolda ən çox bu dəyişikliklərdən əziyyət çəkən oyuncu Muhammed Salahdır. Mənim qorxum Liverpool Galatasaray oyunda odur ki, hələ ki Liverpoolda işləri getməyən 3 futbolçu var. Düzdür, bu verilişin hazırlanması ilə Galatasaray oyunu arasında 2 maç olacaq. Liga Kuboku və Çempionat oyunu. Amma mənim ehtiyat elədiyim nədir ki, ya Salah partladacaq, yəni birdən çox məhsuldar hərəkət edəcək, ya Florian Wirtz axır ki, gol və ya assist hesabını açacaq və ya yenə də 1+1 eləyəcək ən azından və ya Alexander Isak fərqlənəcək və ya əgər o növbəti qarşımızdakı 2 oyunda fərqlənsələr, o bu oyunculardan biri o formanı davam etdirəcəklər. Çünki əslində Galatasaray bunun üçün çox münbit rəqibdir ki, bir tərəfdən ki, Liverpool onu belə cəzalandırsın. Və nəzərə alsaq ki, Galatasarayın müdafiə planı nə qədər problemlidir, müdafiədən çıxmaqda, qısa paslar komandaya nə qədər problemlər törədir. Liverpool nə qədər 2-4-2-4, yəni 4 futbolçu ilə Galatasaray ilk fazada sıxacaq. Yəni bu oyuncuların birinin belə bir növ loru dildə desək partlatması üçün çox münbit şərait var. Salahla bağlı məqam nədən ibarətdir? Biz xatırlayırsınızsa demişdik ki, ümumiyyətlə Liverpoolun bu inqilabı törətməyin əsas səbəblərindən biri Trent Arnold-Alexander'ın gedişi idi. Hələ ki Arnold özünü Realda göstərə bilmir. Burada zədə faktoru var, Carvajal'ın möhtəşəm forması var. Amma uzun sözün qısası Arnold həm öz cinahını möhtəşəm şəkildə işləyirdi. Bununla da Salah üçün boş olan açırdı. Digər tərəfdən sağa yönələn, sağa meyllənən 10 nömrə Soboslayı, yəni 2 nəfər bir növ ötən mövsüm Salahın bu qədər möhtəşəm, yəni qızıl topluq olmasa da hardasa 4-cü tutmuş bir performansının sərgiləməyinin əsas səbəbkarlarından biri idi. Bu mövsüm Florian Wirtz 10 nömrə mövqeyində olanda o sola meyl edir, çünki sola xaydı və nəticədə sağda rəqib Salahı çox rahat izolyasiya edir. Conor Bradley olanda, Conor Bradley klassik müdafiədə oturan sağ cinah müdafiəçisidir. Məhz ona görə Soboslayını oynadırdı bu cinahda. Çünki Slotun oyun fəlsəfəsi əlbəttə ki, cinah müdafiəçilərinin hücuma aktiv şəkildə qoşulmasından ibarətdir. Həm də və Bradley bunu verə bilməyəcəkdi komandaya. Ona görə bu mövqedə 2 oyunda, yəni hələ ki 6 oyunun ikisində Soboslay çıxmışdı. Əgər burada Frimpong, hansı ki zədəlidir, oynasa, Frimpong hardaysa biz mövsüm öncəsi analizimizdə göstərmişdik ki, istilik xəritəsi olaraq demək olar ki, Salahı birə-bir təkrarlayır. Yəni yeni bir dəyər Salah üçün yaradılmır. Əksinə Salahın mövqeyində overlapping deyirlər, yəni üst-üstə düşmə olur. Bu da Salahın epizod yaratmaq üçün lazım olan boşluğun qarşısını almış olur. Digər tərəfdən Ekitike ilə Alexander Isak gedişi maraqlıdır. Çempionatın oyununa baxın. Çünki çempionatın oyununda bu həftənin 6-cı günü Liverpool üçün çox vacib dəyişiklik ola bilər. Çünki hələ ki Ekitike formasının pikindədir. Eyni zamanda Wirtz'in hələ ki mane olduğu oyuncu Ekitike ilə Alexander Isak da bir qədər fərqlidir. Həm Wirtz sola meyl eləyir, eyni zamanda Ekitike soldan
start götürərək cərimə meydançasına girir və ya cərimə meydançasına sola gedib yenə də cərimə meydançasına girməyi sevir. Burada da əgər Wirtzlə eyni cinahda oynayırsa, Wirtzlə üst-üstə düşmələr baş verir. Üst-üstə düşmələrin özəlliyi nədir ki, əlbəttə ki, Galatasarayın şərti Davinson Sanchezi və ya Singosu hər iki oyunçunu eyni mövqedə görür və çox asanlıqla onları neytrallaşdırmır, onlar bir-birini neytrallaşdırmış olur. Aleksandr Isakın Galatasaray ilə oynamağı daha məntiqə uyğundur. Mən yenə də deyirəm, mən yenə də tez təkrar edirəm ki, bu növbəti iki oyunda hər iki oyunçunun, xüsusilə Isakın fərqlənməsindən asılı olacaq. Çünki Isakın ideal münbiti iki mərkəz müdafiəçisinin arasındadır. Nəzərə alsaq ki, Singo hələ yeni oyunçudur. Eintrachtın pressingin qarşısında Davinson Sanchez bir növ darmadağın oldu. Eintrachtın pressingi bu arada elitardır, komandanın arxası problemlidir. Liverpoolda da o pressingi müqayisə etmək olar. Yenə də dördlü oyunçu ilə pressingi başlamağını unutmayaq. Yəni Okan Buruk arxadan oynamaq istəsə, ona salam əleykum eləyəcək Liverpoolun oyunçuları. Amma Aleksandr Isak iki müdafiəçinin arasında çox ağıllı şəkildə mövqe tutaraq daima qol epizodlarına girə bilər. Digər tərəfdən isə əgər sol cinahda Cody Gakpo oynayarsa, Gakpo'nun özəlliyi nədir? Xatırlayırsa Liverpool videosunda demişdik bunu. İndi də tez təkrarlayım. Klassik Liverpoolda ondan ibarətdir ki, Alexander Arnold'la Soboslay sağ cinahda diqqəti özünə cəlb edərək, çoxluq yaradaraq Salahı topu ayağında qəbul edib topla oynamağa şərait yaradır və əgər cinah yüklənməsi baş verirsə, sol cinah boş qalır və sol cinaha toplar gedərkən Gakpo adətən bir toxunuş oyunçusudur. Ya ayağı ilə ya başı ilə bitirə bilər. Bu təhlükəni heç kim yığışdırmayıb. Yəni bu təhlükə Galatasaray ilə oyunda olacaq. Çünki adətən Gakponu mərkəz müdafiəçilərindən biri yox, cinah müdafiəçisi, sağ cinah müdafiəçisi tutmalıdır. Əgər bu Şallay olarsa, nəzərə alaq ki, Şallayın profili müdafiəçi deyil. Gakponun cərimə meydançasına girişi ilə nə qədər tanışdır. Yəni Türkiyə çempionatında elə situasiyalar nə qədər tez-tez üz-üzə qalır. Gakpo oynamasa burada eksperimentə gedib Ekitsikeni buraxsa, burada Isakı buraxsa, Ekitsikədə soldan içəri girməyi sevir. Əgər burada Wirtzi buraxıb burada Soboslaya buraxarsa, Wirtzin içəri girməkləri var. Yəni Liverpoolun Galatasarayı cəzalandırmaq elementləri çoxdur və ən təhlükəlisi hazırda Liverpoolun Soboslay ilə yanaşı pik formasında olan Gravenberg-dir. Gəlin 3 screenshotun dili ilə izah etməyə çalışaq ki, Liverpool nə qədər mükəmməl səviyyədə Slotun hətta bu söz biraz ağır söz olsa da, amma Slotuna layiqdir, dühasının nəticəsidir. Nə qədər effektiv şəkildə Evertonun qapıda 4-5-1 taktikası ilə, David Moyes bilirsiniz də, avtobus parkovkasına qarşı problemi olmayan bir məşqçidir. Birinci əvvəlcə gəlin qol epizoduna baxaq. Bu qol epizodunda əslində çox şey görünmür. Amma bunu screenshotlara böldükdə, baxın 3 kadrda biz görürük ki, Gravenberg bunu nə qədər effektiv şəkildə edir. Və ya digər epizodda yenə də xətlər arasında yarım cinaha girərək Ekitsikə qolunu vurur. Bütün bunlarla yanaşı siz belə bir sual verə bilərsiniz ki, Bournemouthla 2 top öndə idi Liverpool, 2-2-yə gəldi və Federico Chiesa'nın meydana girişi və qol olmasaydı Liverpool'da xal itirərdi. Newcastle 10 nəfər qaldı Anthony Gordon'un meydandan qol olmasından sonra. Yenə də 0-2-dən Liverpool'u 2-2-yə gətirdi və az qala oyunu udacaqdı. Atletico Madrid 2-0-dan, hansı ki 6 dəqiqədən sonra əldə olunmuşdu, oyuna qayıda bildi. Yəni görürsünüz, müxtəlif ssenarilərdə, müxtəlif formatlarda Liverpool daima əziyyət çəkir. Burnley ilə maçda Burnley hardasa 68-ci dəqiqə yanılmamsa 10 nəfərli qalır və həmin Burnley 95-ci dəqiqədə sadəcə olaraq Burnley futbolçusunun Hannibal Mejri'nin diqqətli şəkildə qapı edilən asmada üzünü belə yan çevirib əlini açıq qoyması sayəsində və top əlinə dəyir, o penalti qolu sayəsində Liverpool həmin maçı qazanır. Yəni Liverpool inandırıcı komanda kimi görünmür və Liverpoolun ən böyük problemi nədən ibarətdir? Gəlin mən bunu sizə həm screenshotlardan göstərəcəm, sadəcə bir elementlə, amma eyni zamanda burada tablodu göstərməyə çalışın. Birinci, əgər Liverpoolun orta sahəsində, dayaq yarım müdafiə mövqeyində Ryan Gravenberg-lə McAllister varsa, bu Liverpoolda hər şeyin qaydasında olmasından gedir. Amma elə ki, bura Soboslay düşür, Soboslay yenə də həmin o əslində möhtəşəm 8-10 nömrənin 6 nömrə funksiyası ilə üzləşəndə oyunçuları buraxmaq probleminə gətirib çıxarırıq və həmin problem Soboslayda da var. Baxmayaraq ki, adam formasının pikindədir. İkinci ciddi bir məqam Liverpoolun sol cinah müdafiəçisindədir bu arada. Kerkes çox ciddi şəkildə tənqid olunur. Kerkes o qədər inamsızdır ki, düzdür son maçda bütün maçı oynasa da, ondan əvvəlki Burnley ilə oyunda Slot onu birinci hissənin axırına yaxın dəyişir və oyundan sonra izah edir ki, bu taktiki dəyişiklikdir. Çünki Kerkes dəfələrlə öz mövqeyini buraxırdı. Yəni Galatasaraydan nəzərə alsaq ki, bu mövqedə Sané var. Əgər Galatasaray ümumiyyətlə Liverpoolun sol yarım cinahını və ya özünün sağ yarım cinahını ciddi şəkildə eksploatasiya edə bilsə, onları istismar edə bilsə, Liverpoolun qapısı qarşısında epizodlar əldə edə bilər. Əgər Liverpoolun sağ müdafiəçisi Soboslay və ya
Frimpong olacaq, hansı ki Frimpongun epizodu buradadır. Galatasaray eyni üstünlüyə sol cinahda da malik ola bilər. Və bu da nəyin gətirib çıxara bilər ki, Liverpoolun müdafiəsi və ya dairə müdafiəçisi 2-1 epizodlarda qala bilər. Adətən Liverpoolla Bournemouthla oyunda bu necə baş verirdi? Deməli, əgər sağ cinah müdafiəçisi yuxarı qalxırsa, şərti Frimpong deyək, onu sığortalamağa gedir dayağıyan müdafiəçisi, double pivotlardan biri və ortada boşluq yaranırdı. Yəni Galatasaray üçün Okan Buruk üçün çox önəmli faktor nədən ibarət olacaq ki, öz qapısında hardasa topu mərkəzə gətirmək və mərkəzdə həmin o Okan Buruk topunu belə deyək də, Okan Buruk futbolunu oynaya bilər. Öz qapısında oynamağı, yəni Eintrachtla oyunda gördük, Liverpoolla da analoji ssenari olacaq. Çünki burada Liverpool və sürətli cinahlarla əks hücumlara stavka eləmək lazımdır. Çünki Liverpoolun məhz bu mövqelərdə boşluğu var və hətta Liverpool mərkəz müdafiəsində belə Konate o qədər də belə bir növ qənaətbəxş təsir bağışlamır. Ona görə Victor Osimhen'in potensial gəlib-gəlməməyi də çox böyük bir rol oynaya bilər. Icardi o qədər də təhlükə törətməyə bilər, çünki Konate və hətta Virgil van Dijk belə birinci turda Bournemouthla oyunda biz bunu gördük və Newcastle oyunda da eyni analoji ssenari var idi. Sürət qarşısında bir növ adamlar çətinlik çəkir, amma pedestrian kimi, yəni piyada kimi yol gedən hücumçuya qarşı mən inanmıram ki, hər hansı bir çətinlik çəksin. Və gəlin Evertonla oyuna baxaq. İkinci hissənin ortasıdır. Evertonda sol cinahdan Jack Grealish, komandanın əsas yaradıcı oyunçusu, hansına ki Liverpool personal pressinglə oynayırdı, asma edir. Baxın, Everton hücumda olan iki futbolçusunu Liverpoolun iki müdafiəçisi sığortalayır. Onların önündə də bir futbolçu var, amma arxada boşluğa baxın. Həmin boşluqdan məhz gol gələcək. Və bu epizodlar Liverpoolun qapısında narahat edici tezliklə baş verir. Yəni günün sonunda Galatasaray özünün prime oyununu, yaxşı oyununu oynayıb Liverpoolun boşluq verməsini gözləməlidir, ona ümid etməlidir. Çünki Liverpoolda komandada hər hansı bir zədə olsa belə, məsələn, hücumçulardan biri sıradan çıxsa belə, komandada ciddi dəyişən heç bir itki olmayacaq. Və nəzərə alsaq ki, Galatasaray üçün bu maç daha kritikdir. Yəni Liverpool 3 xalını qazanıb. Əlbəttə ki, İstanbuldan Liverpool öz səviyyəsi ilə bu Çempionlar Liqasında qrup mərhələsində rahat şəkildə 6 qələbə qazana bilər, rahat şəkildə. Və o qələbələrdən biri əlbəttə ki, Galatasaraya hesablanıb, Galatasaray ilə maça. Amma Okan Buruk yenə də birinci zonada öz futbolundan imtina etsə, uzun toplarla, təhlükəsiz, sadə, yəni daha vertikal futbol oynasa və burada cinahlarda, xüsusilə sağ cinahda, Sana'nın olduğu cinahda 2-2, 3-2 epizodlar yaratmağı bacarsa və eyni zamanda Liverpoolun qapısına sıxıldığı anda o arxadan gələn dalğanı effektiv şəkildə istifadə edə bilsə, Everton oyunda gördüyümüz kimi komandanın Liverpoolu incitmək şansı olacaq və yenə də bizim gözləntimiz odur ki, Liverpool bütün hələ ki 100%lik nəticə ilə getsə də hardasa komanda ilişəcək və hardasa istisna olaraq ilişməyəcək, sistematik olaraq ilişəcək. Çünki təkrar edirik o tezisi bütün oyunlarında hansını ki Liverpool qazanmışdı, Liverpool çətinlik çəkmişdi. Bir istisna olaraq Arsenal oyunu demək olar, amma mən inanmıram ki Galatasaray Arsenal oyunu oynaya biləcək, ümumiyyətlə oynayacaq. Lakin digər tərəfdən o da realdır ki, Liverpool Galatasarayı sadəcə darmadağın eləyəcək. Yəni Virtsin, Salahın, Isak'ın və ya bunların ikisinin bir fantastik oyunu gedəcək. Xatırlayırsınızsa, çoxdan olmuşdu o. Kloppun dövründə Liverpoolun Spartak üzərində darmadağın qələbəsi. Yəni o ssenarində mən gözləyə bilərəm. Ona görə ümid edək ki, Okan Buruk birinci oyundan nəticələr çıxarıb tərslik eləməyəcək və Galatasaray Liverpoola qarşı ən azından layiqli mübarizə apara biləcək və rəqibə layiqli müqavimət göstərə biləcək. Çünki bir-birdən sonra biz bunu Eintrachtla görmədik. Sizin fikrinizcə Galatasaray ilə Liverpool oyunu necə məcrada davam edəcək? Ümumiyyətlə Galatasarayın Liverpoola qarşı realistik, belə mən fanatik demirəm, realistik xal qazanmaq şansı varmı? Və ya amansız şəkildə belə başa-baş mübarizə aparıb bir xal və ya bir top fərqi ilə uduzmaq şansı varmı? Yoxsa Eintracht Frankfurt 2 bu oyun Galatasaray gözləyir? Şərhlərdə fikirlərinizi gözləyirəm. Videonu bəyəndinizsə like edin, kanalımıza abunə olun. Gəlin dialoqa başlayaq.